Salam, iş müsahibəsi. Bu, karyeranın bəlkə də ən həlledici anlarından biridir. Amma bu dəfə gəlin məsələyə tam fərqli bir tərəfdən, yəni müsahibəni aparan şəxsin gözü ilə baxaq. Gəlin görək, sıradan bir sual-cavab prosesini ən yaxşı namizədi üzə çıxaran əsl kəşfiyyat prosesinə necə çevirmək olar? Yaxşı, gəlin birbaşa problemin özündən başlayaq. Deməli, işə qəbulda çox yayğın bir təhlükə var. Səmərəsiz müsahibələr. Bunlar çox vaxt heç bir dəyərli məlumat verməyən, sadəcə vaxt aparan söhbətlərə çevrilir. Nəticədə də yanlış qərarlar verilir. Baxın, bu sitat məsələnin tam mərkəzinə vurur. Əslində, müsahibələrin çoxu elə başlanğıcdan səhv istiqamətə gedir. Və bütün problemin kökü də adətən verilən sualların keyfiyyətsizliyində və prosesin düzgün qurulmamasında olur. İndi bir anlıq özümüzə sual verək. Həqiqətən sizin apardığınız müsahibələr ən uyğun namizədi tapmaq üçündür, yoxsa sadəcə bir proseduru icra etmək üçündür? Əgər bu sual sizi düşündürürsə, deməli doğru yerdəsiniz. Gəlin bu vəziyyəti dəyişək. İndi isə gəlin effektiv müsahibənin bəlkə də ən vacib qaydasına baxaq. Bu, o qədər sadə bir prinsipdir ki, bütün yanaşmanızı kökündən dəyişəcək gücə malikdir. Bu şəkil əslində hər şeyi izah edir. Tərəzi hər zaman namizədin xeyrinə olmalıdır. Yəni, söhbətdə dominant tərəf siz olmamalısınız. Unutmayın, o səhnə sizin yox, namizədindir. Məqsəd özünüzü göstərmək deyil, namizədi kəşf etməkdir. Deməli, əsas məsələ nədir? Sizin işiniz sual vermək və sonra susub diqqətlə qulaq asmaqdır. Siz sadəcə namizədə özünü ifadə etməsi üçün şərait yaratmalısınız. Yadda saxlayın, müsahibə vaxtının minimum 70%-ində danışan tərəf namizəd olmalıdır. Yaxşı, indi keçək alət çantamıza. Onu düzgün suallarla doldurmalıyıq. Bilirsiniz, necə ki hər işin öz aləti var, eləcə də hər məlumatın öz sualı var. Doğru sual sizə lazım olan məlumatın qapısını açan yeganə açardır. Baxın, bu cədvəldə fərqli məqsədlər üçün 4 əsas sual növünü görürük. Amma bunları qarışdırmaq olmaz. Məsələn, namizədin real təcrübəsini öyrənmək üçün səriştəyə əsaslanan suallarla başlayırsınız. Amma cavabda nəsə qaranlıq qalırsa, o zaman dəqiqləşdirici suallarla boşluqları doldurursunuz. Beləcə, sizə tam mənzərə aydın olur. Səriştəyə əsaslanan suallar sizin ən güclü silahınızdır. Niyə? Çünki bu suallar birbaşa keçmiş davranışlara fokuslanır və bir insanın keçmişdəki davranışı onun gələcəkdə necə davranacağının ən yaxşı göstəricisidir. Bu suallar namizədin nə bildiyini yox, nə etdiyini ortaya çıxarır. Mükəmməl sualları hazırladınız. Əla. Amma bu, işin yalnız yarısıdır. Əsl sehir isə cavabları dinləməyi bacaranda başlayır. Bu fikir əslində hər şey deyir. Əgər siz bütün diqqətinizlə cavaba qulaq asmırsınızsa, verdiyiniz ən ağıllı sual belə havadan asılı qalır. Unutmayın, proses sual verməklə başlayır, amma əsl kəşf dinləməklə olur. Əsl dinləmə bax bu 3 səviyyədə baş verir. Çoxları ancaq birinci səviyyədə, yəni faktlarda ilişib qalır. Amma siz daha dərinə getməlisiniz. Məsələn, namizəd bir uğurundan danışanda səsi dəyişir, bu, duyğunu dinləməkdir. Və sonun əsl motivasiyası nədir, onu bu işə nə çəkir? Bu isə niyyətləri oxumaqdır. Ən qiymətli məlumatlar, bax elə o dərin qatlarda gizlənir. Bu bacarığa yiyələnmək sizə açıq-aşkar deyilməyən məlumatları belə toplamağa imkan verir. Nəticədə də namizəd haqqında daha aydın, daha tam bir təsəvvür yaranır. İndi isə gəlin bir növ minalanmış əraziyə daxil olaq. Yəni, müsahibələrinizin həm effektiv, həm də ədalətli olması üçün mütləq və mütləq çəkinməli olduğunuz suallar. Ekranda 2 sual görürsünüz. Birincisi, komanda ilə yaxşı yola gedirsiniz. Elə deyilmi? Bu sualla siz əslində cavabı namizədin ağzına qoyursunuz. O, təbii ki, hə deyəcək. Amma digər sual, fikir ayrılığını necə həll etdiniz? Namizədi real bir hadisəni xatırlamağa və öz bacarığını göstərməyə məcbur edir. Birincisi tələdir, ikincisi isə fürsət. Eyni anda bir neçə sualı bir-birinə qarışdırmaq isə böyük səhvdir. Çünki bu, namizədə ən asan sualı seçib, çətin olanlardan yayınmaq üçün şərait yaradır. Qızıl qayda budur. Hər dəfə yalnız bir sual verin və o sualın cavabını tam olaraq alın. Və indi çox vacib bir xəbərdarlığa gəldik. Bəzi suallar sadəcə pis praktika deyil, onlar birbaşa qanun pozuntusudur və şirkətiniz üçün çox ciddi risklər yarada bilər.
Verdiyiniz bütün suallar yalnız və yalnız namizədin bu işi görmə qabiliyyəti ilə bağlı olmalıdır. Yeganə meyar budur. Bu ekranda gördüyünüz qorunan mövzulara toxunmaq ciddi hüquqi nəticələrə səbəb ola bilər. Yaxşı, beləliklə gəlin bütün bu dediklərimizi bir yerə yığaq və görək müsahibə prosesini adi bir söhbətdən əsl kəşfiyyata necə çevirmək olar. Bu 4 əsas prinsipi tətbiq etməklə siz müsahibənin bütün mahiyyətini dəyişirsiniz. Artıq siz sadəcə CV-də yazılanları yoxlamırsınız. Siz namizədin potensialını, düşüncə tərzini və dəyərlərini analiz edirsiniz. Məqsədiniz danışmaq yox, anlamaq olur. İndi əsas sual budur. Növbəti müsahibəniz adi bir söhbət olacaq, yoxsa həqiqi bir kəşfiyyat, seçim sizindir. Unutmayın, bu üsullarla siz sadəcə boş bir vəzifəni doldurmursunuz. Siz komandanızın gələcəyini formalaşdırırsınız. Uğurlar!